Dərs izahını edirik. Mikrofonlarınızı bağlayın, çox xahiş edirəm. Mikrofonları bağlayın. Dərsimiz çox geniş deyil, qısa mövzudur. İzah eləyəcəm və qəşəng refleksiya aparacam və çox maraqlı testlər hazırlamışam siz üçün. Həm mövzu sınağı hazırlamışam, həm də sırf imtahan tipli, situativ çox maraqlı testlər olacaq. Özü də 20-20 eləməmişəm, qorxmayın. Onun etmişəm ki, maraqlı olsun və onu çox yaxşı şəkildə edə biləsiniz. Sabah həftə sonuna qəşəng göndərəcəm. Ümumiyyətlə, bu günləri artıq mən sizə məntiqi təfəkkürdən danışacağam. Bir də məntiq xətalarından. Bax, gəlin görək nədir məntiq xətaları. Məntiq xətaları. Refleksiyamızda düşünmə növləri ilə də əlaqələndirəcəm, əziz müəllimlər. Bax, biz düşünmə növlərindən danışmışdıq sizinlə. Düşünmə növlərindən danışarkən vurğuladıq ki, yəni düşünürsən, müxtəlif düşünmə növləri var. Və əhəmiyyətlidir, gündəlik həyat tərzimizdə biz buna rast gəlirik, düzdürmü? İndi məntiq xətalarından danışıram. Adı üstündə məntiq xətasıdır, düzgün olmayan mühakimədir. Bir danışacağım, görəcəksiniz ki, bax, gündəlik həyatımızda olan məqamlardır. Gəlin görək, hansılardan danışmaq lazımdır. Yaxşı, Agimə, mən şəxsidə danışacağım müəllimə. Həddindən artıq ümumiləşdirmə. Birinci məntiq xətamızdır. Bax, həddindən artıq ümumiləşdirmə. Gör nə deyirəm. Deyirəm ki, noyabr qrupunda bax, yoxlayıram. 1-2 nəfər müəllim qoşulmur dərsə. Deyirəm ki, noyabr qrupunda heç kəs dərsə qoşulmur. Və yaxud da, deyirəm ki, noyabr qrupuna deyək ki, müəllim 1-2 dənə müəllimə sual verirəm. 1-2-si sualımı cavablandırmır. Deyirəm ki, noyabr qrupunun müəllimləri heç biri mənim sualıma cavab vermir. Bax, bir dənə atalar sözü deyirəm, yaz kənarda, qurunun oduna yaş dayanır. Hər birimizin gündəlik həyat tərzimizdə var. 2 dənə uşaq görürük ki, dərs oxumur. Deyirik, indiki uşaqlardan dərs oxuyan olmaz. Deyirsən, ay başva dönüm, özünü öldürən, gecə-gündüz dərs oxuyan uşaqların aqibəti necə olsun bəs? Bəs, məsələn, deyirəm ki, noyabr qrupunda heç kəs mənim suallarıma cavab vermir. Oradan Zəhra deyir, ay müəllimə, insafın olsun, bəs mən bütün suallarıma cavab verdim axı. Hələ Dilarə müəllimi demirəm. İndi 2 nəfər nə olar, sənin sualına cavab vermədi də. Deməli, əslində mən həddindən artıq ümumiləşdirmədən istifadə edirəmsə, məntiq xətasına yol verirəm. Düzgün mühakimə necə olmalıdır? Noyabr qrupunda 2 nəfər sualıma cavab vermədi, amma sualıma cavab verən müəllimlər də var. Bax, bu nədir? Həddindən artıq ümumiləşdirmədir. Deməli, həddindən artıq ümumiləşdirmənin açar sözün bir daha beynimdə formalaşdırıram. Qurunun oduna yaş dayandı. İndiki uşaqlar oxumur. Nə bilim, indiki uşaqlar sözə baxmır. Amma bu məntiq xətasıdır. 1-2 dənə oxumayan uşaq görmüşük, hamısını ona şamil eləmişik. Amma əslində oxuyan uşaqlar da var. Düzgün mühakimə bu olmalı. Sonra gəlir ikinci, cəmiyyət tərəfindən qəbul olunmaq. Cəmiyyət tərəfindən qəbul olunmaq. Bax, gündəlik həyatımızdadır. Mən hər zaman deyirəm ki, metodikadan qorxmayın. İnanın, tam səmimiyyətlə metodikanı sevəcəksiniz. Çünki o gündəlik həyatımızdandır. Bax, cəmiyyət tərəfindən qəbul olunmaq nədir? Hamımıza tanış olan cümlə. Mən iPhone istəyirəm. Yaxşı, istəyirsəniz, niyə istəyirsən? Xeyr ol, hamının var, mənim də olsun. Palaza bürün, ellə sürün. Bax, bu da nədir? Cəmiyyət tərəfindən qəbul olunmaqdır. Və yaxud da deyirsən ki, filan yerə getmək istəyirəm. Niyə? Hamı edir, mən də qoy edim. Hamı gedir istirahətə şəkil çəkdirir, mən də gedim istirahətə şəkil çəkdirim. Əslində düzgün yanaşma necə olmalıdır? Bəlkə hamının imkanı var gedir, sənin nə məcburdur qırğın qiyamət dava dalaşla gedib o iPhone alasın. Var da, məsələn, gəlir deyir ki, mən filan konsertə gedirəm. Nə əcəb, nə məqsədlə, nə üçün gedirsin? Deyir, hamı gedir, qoy mən də gedim də. Və yaxud da ki, bu il dəbdədir mavi köynək, hamı istifadə edir, qoy mən də istifadə edim.
Deyirsən, ay başa dönüm, hamı istifadə edir. Bəlkə o hamının imkanı çatır, sənin imkanın çatmır axı. Bax, deməli bu nədir? Cəmiyyət tərəfindən qəbul olunmaq. Əslində məntiq xətasıdır. Hal-hazırda bir ürün ellə sürür. Bunu da yadınızda saxlayın. Bu məntiq xətası heç yadınızdan çıxmayacaq. Növbəti məntiq xətası əziz müəllimlər, özünü bənzətməkdir. Özünü bənzətmək. Gəl görək özünü bənzətmək məntiq xətasında nədən söhbət gedir? Ad sənə nəyisə xatırladır, düzdürmü? Bax, cəmiyyət tərəfindən qəbul olunmaqda toplumun arxasıcan gedirsən. Hamı edir, mən də edim yanaşmasında olursan. Özünü bənzətməkdə isə nədir? Özünü bir nəfərə bənzədirsən. Məsələn, anarın mavi köynəyi var, mən də anarın köynəyindən istəyirəm. Amma əslində düzgün yanaşma necə olmalıdır? Bəlkə heç anara yaraşır, sənə yaraşmayacaq. Və yaxud da Fuadın saç düzümündən mən də gedib edirəm. Niyə? Deyirsən, yox, Fuad kimi görünmək istəyirəm. Amma əslində bu məntiq xətasıdır. Bəlkə Fuada yaraşan saç düzümü sənə yaraşmayacaq. Düzgün yanaşma bu olmalıdır. Bir də özünü bənzətməyin, əziz müəllimlər, açar məqamlarından biri odur ki, məşhur şəxs, sevilən sima, nə isə reklam eləyirsə, mən də ona özümü bənzədirəm. Məsələn, deyirsən ki, Aygün Kazımova filan ətirdən istifadə edir və yaxud da ki, filan saç boyasından istifadə edir. Mən də ondan istəyirəm, özümü Aygün Kazımovanı oxşatmaq istəyirəm. Nə bilim, onun saç rəngindən istifadə eləmək istəyirəm. Açar məqamı ondan ibarətdir ki, çaşa biləcəksiniz testlərdə, bax, testləri çox diqqətli şəkildə işləyin. Mən müşahidə edirəm, hələ ki ilk dərslərdir və səsləri falan da göndərim. Testlərdə etdiyiniz səhvlər diqqətsizliyinizdir. Cəmiyyət tərəfindən qəbul olunmaqda sən məzmunda axtar, hamının etdiyini edirsən. Özünü bənzətməkdə isə bir nəfərə bənzədəcəksən və yaxud da orada məşhur sima var, sevilən şəxs var. Ona özünü bənzədəcəksən. Vəssalam. Bax, bu nə oldu? Özünü bənzətməyin əsas açar məqam. Sonra növbəti məntiq xətası nədir? Şəxsi qərəzlik. Şəxsi qərəzlik. Şəxsi qərəzli məntiq xətasında nədən söhbət gedir? Bəli, bir-biri ilə oxşardır. Elə əsas açar məqam odur ki, o ən yaxın variantları seçmək lazımdır da. Bax, gedirsiniz imtahanda deyirsiniz ki, variantlar o qədər oxşar idi ki, oxşar variantlar içərisindən ən düzgünü seçmək lazımdır. Onun üçün də testlərin hamısını oxuyursan, mövzunu dinləyirsən, inan tam səmimiyyətimə o qədər də səhvin olmayacaq. İlk dərslərdir, yəni heç motivasiyadan düşməyin. 1, 2, 3, 5 səhviniz ola bilər. Getdikcə görəcəksiniz ki, minimuma inəcək. Şəxsi qərəzli məntiq xətasında nədən söhbət gedir? Adı ilə sənə deyir də, səni çağırır. Deyir səni, əşi, bu filan kəsə mən nə qədər yaxşılıq elədim, bir işinə yaranamadım. Elə bir ki, məndən şəxsi qərəzliyi var. Niyə? Çünki sənin gördüyün iş onun gözündə deyil. O, səndən xoşu gəlmədiyinə görə gördüyün işi dəstəkləmir. Məsələn, Fuadın anardan xoşu gəlmir, anar yaxşı iş görür, nə bilim, bir mərhəmətli addım atır, sahibsiz heyvanlara qayğı göstərir. Fuad da deyir ki, əşi, anar nədir, gördüyü iş nədir? Və yaxud da ki, görür ki, Fuad, məsələn deyirəm, anarın üst başı səliqəsizdir, yaxşı əyin başda deyil, deyir, əşi, bu nə bilir, yaxşı iş görmək nədir? Bunun geyiminə bax, dediyi sözə bax. Şəxsi qərəzliyin əsas açar məqamı nədir? Görülən işə yox, işi görən insana münasibət bildirirsən. Bax, şəxsi qərəzlik də odur. Amma əslində düzgün mühakimə necə olmalıdır? Bəzi insanlar var, məsələn,
filankəsin adı çəkilir, Fuaddan söhbət gedir, düzdür? Deyir ki, düzdür, mən Fuadla danışmıram, amma gərək adam düz danışa da, Fuadın gördüyü işi dəyərləndirirəm. Fuad yaxşı iş görür, düzdür? Belə insanlarımız da var. Biri var ki, Fuaddan xoşun gəlməyə, Fuadın gördüyü işi dəyərləndirmirsən. Amma biri də var ki, Fuaddan xoşun gəlmir. Amma deyirsən, arın yoxdur, münasibətin yoxdur Fuadla. Deyirsən ki, Fuadla münasibətim olmaya bilər indi, amma gördüyü işi dəyərləndirirəm. O zaman sən düzgün mühakimə yürüdürsən. Amma əşi Fuad nə bilir, gördüyü iş nədirsə, bu şəxsi qərəzlidir. Buraya qədər 4 dənə məntiq xətasından danışdıq. Yenə bir-bir ümumiləşdirirəm, sən də beynində formalaşdır. Bax, mən təkrar etdikcə sən də o tərəfdə təkrarla. Həddindən artıq ümumiləşdirmədə nə dedik? Qurunun oduna yaş da yandı. Bir dənə, 2 dənə nümunəni hamıya şamil etdim. 8A sinifində 2 nəfər dərs oxumur. Çıxıram dəhlizə deyirəm ki, əşi bu 8A-dan da oxuyan olmaz deyə, bunların heç biri dərs oxumur. Amma orada oxuyan uşaqlar var. Mən o uşaqlara haqsızlıq etdim. Deməli, 1-2 nümunəni, 1-2 baş verən bir prosesi, əziz müəllimlər, hamıya şamil elədimsə, burada oldu həddindən artıq ümumiləşdirmə məntiq xətası. Sonra gəlir cəmiyyət tərəfindən qəbul olunmaq. Palaza bürün, ellə sürün. Gör nə qəşəng atalar sözü ilə də uyğunlaşdıra bilirik. Niyə? Hamı edir, mən də edim. Hamı iPhone 17 işlədir, mən də almalıyam. Nə bilim, neyinirsən, xeyr ola, hamı işlədir. Kimin qızından əskiyəm? Evdə qırğın qiyamət. Nə bilim, hamı istirahətə gedir, mən də getməliyəm. Əslində bu yanaşma bu cür olmamalıdır. Hamı gedir, nə gözəl, onun imkanı var, gedir. Sənin vaxtın, imkanın olmaya bilər. Yəni, getmək məcburiyyətində deyilsən ki. Özünü bənzətmək nədir? Bir nəfərə və yaxud da ki, sevilən şəxs var orada, sevilən sima var, ona özünü bənzədirsən. Bir nəfərə, Anara, Fuada və yaxud da ki, məşhur, hər hansısa bir məşhur simaya. Məsələn, gəlir deyir ki, Vasif, mən Qurbanovun geyindiyi, nə bilim, köynəkdən giymək istəyirəm. Və yaxud da ki, Qarabağ komandasının bir üzvünün geydiyi, etdiyi saç düzümdən etmək istəyirəm. Deməli, sən onu özünə bənzədirsən də, ona özünü bənzətmək istəyirsən. Bu da özünü bənzətməkdir. Şəxsi qərəzlikdə isə vurğuladığım kimi, şəxsi qərəzlik məntiq xətasında fikri səsləndirən insana yox, fikri səsləndirən, belə deyim də, fikrə münasibətə yox, o insana münasibət bildirirsən. Çünki anardan, Əlidən xoşun gəlmir. Əli belə dünyanın ən yaxşı işini görsə də belə sən onu dəstəkləməyəcəksən. Sonra son illərdə əlavə oldu məntiq xətalardan boş adam məntiq xətası var. Boş adam məntiq xətası. İnanıram ki, bu günləri qrupa atacağım testləri, bu testlərdən söhbət gedir. Qəşəng eləyəcəksiniz. 1-2 səhvlə eləyəcəksiniz. 3 dənə səhviniz nadir olacaq. Düşünürəm ki, 4 dənə heç kəsin səhvi olmayacaq. Həm testlərin sayını biraz azaltmışam ki, sizin üçün çox yorucu olmasın. Həm də ki, düşünürəm ki, bu mövzu o qədər də qarışıq mövzu deyil. Boş adam məntiq xətasında nədən söhbət gedir? Adından da göründüyü kimi boş-boş danışır. Amma boş adam məntiq xətasının bir dənə açar məqamı var ki, sən qarşı tərəfə sual verirsən, bax, bir dənə diqqətli ol. Qarşı tərəfə sualı ünvanlayırsan. O qarşı tərəf sənin sualıva sualla cavab verir. Məsələn, deyirəm ki, ay Aksana, bu toyların əlindən dərs oxumursan. Bir dərs oxu, nəticən ürəkaçan olsun. Aksana da oradan deyir ki, ay müəllimə, demək istəyirsiniz ki, mənim nəticəm onda ürəkaçan olmayacaq. Bax, gör nə dedi? Sual verdi mənə. Sualma. Və yaxud da ki, deyirəm ki, ay Gülər, gecə vaxtları saat 9-dan sonra biraz çörəyi istəyirsən azalt, çox yemə. Hə. Gülər, məsələn, gec saatlarında ağır qidalardan istifadə etmək insana biraz narahatçılıq verir. Gülər də deyir ki, ay ana, demək istəyirsən ki, mən onda kökəlmişəm. Və yaxud da ki, deyirsən ki,
Ay, Arzu, pulva qənaət elə, biraz pulu sərfəli xərclə. Demək istəyirsən ki, mən pulumu çölə atıram? Deyirsən, ay valideyn, bir vaxtın olanda zəhmət olmasa, gəl uşağın dərsində otur, gəl uşaqla maraqlan. Demək istəyirsən ki, mən məsuliyyətsiz valideynəm? Demək istəyirsən ki, mən uşağımı çölə atmışam? Bax, bu nədir? Adamı peşman eləyir də bir söz deməyə. Boş adam məntiq xətasıdır. Boş adam məntiq xətasında deyilən fikri, səsləndirilən fikri qoyur kənara, öz mövqeyini möhkəmləndirməyə çalışır. Bir dənə açar məqamına baxın. Çox zaman demək istəyirsən sözü ilə başlayır və verdiyin suala sualla cavab verir. Sonra var çox mənalı danışmaq. Çox mənalı danışmaq. Gündəlik həyatımızda var bunların hər biri. Çox mənalı danışmaq nədir? Bunun mötərizədə yaz yalan danışmaq. Etdiyi hərəkəti danır. Deyirsən ki, ay Əli, bu telefonu gələ qrupa daxil ol, dərslərinlə məşğul ol. Bax, papici oynama ha, iqra oynama. Gündəlik bütün valideynlərin, nə bilim, dediyi sözlərdir. Bu kameralar görəsən niyə bağlıdır? Mən hər saniyə deyim ki, o kameranı açsın, dərsə qulaq asın. Çox mənalı danışmaqda odur ki, səsləndirilən fikirdə etdiyi hərəkəti danır. Məsələn, deyirəm ki, gələ bu telefonu qrupda getginən öz qrupuna, tapşırığına, bax, onu həll elə. Deyir, yaxşı. Gəlirsən, görürsən ki, tapşırığını etmir, iqra oynayır. Amma gör nədir? Deyir, elə bilərsən, iqra oynayırdım, ha. Qrupdakı tapşırıqların sayını sayırdım. Və yaxud da ki, müəllimə yazırdım ki, görüm hansı tapşırığı verir. Və yaxud da ki, test tapşırığı verirəm, deyirəm ki, ay müəllimlər, o test tapşırığı var, ha. O bir-birinizdən köçürdməyin, özünüz yazın. Deyir, görürsən ki, köçürdürlər. Deyir, müəllim, elə bilərsən hamısını soruşdum. Elə bircə dənə A variantını soruşurdum. Və yaxud da deyirsən ki, ay bala, bu partanın ətrafını kim, gəlin yığışdıraq da, niyə görə bura kağız tökmüsünüz? Deyir, mən eləməmişəm ki. Yəni, çox mənalı danışmaqla sən testlərdə boş adam xətasını qarışdıracaqsan, indidən deyirəm. Amma bir dənə əsas açar məqamı bax, gizliliyə. Boş adam məntiq xətasında sənin verdiyin suala sual formasında cavab verir. Səndən soruşur. Bəyəm mən məsuliyyətsiz valideynəm? Bəyəm mən övladımla maraqlanmıram? Məsələn. Çox mənalı danışmaqda isə necə nüans ortaya çıxır? Etdiyi hərəkəti danır. Fikrini yayındırır. Yalançılıq var. Sən bunu deyirsən, o sənin elədiyin əksin deyir. Bu çox mənalı danışmaqdır. Məntiq xətalarından sonuncusu isə nədir? Sirkulyar arqument. Sirkulyar arqument nədir? Deyirəm ki, sirkulyar arqument, ay uşaqlar, verdiyim tapşırıqları oxusaz, nəticəniz yaxşı olacaq. Uşaqlar da deyir ki, müəllimə, verdiyiniz tapşırıqları oxuyacaq, nəticəmiz yaxşı olacaq. Bax, fikir səsləndirdim. Səsləndirdiyim fikrə yeni bir fikir əlavə olundu mu? Xeyr, əlbəttə ki. Amma əslində deməlidir ki, müəllimə düz deyirsiniz, əgər biz məsuliyyətli olsaq, verdiyiniz tapşırığı dəfələrlə təkrar etdirsək, öz üzərimizdə çalışsaq, nəticəmiz ürəkaçan olacaq. Amma nə deyirəm? Deyirəm ki, öz üzərinizdə çalışsaz, çoxlu oxusaz, nəticəniz yaxşı olacaq. Sən də deyirsən ki, öz üzərimdə çalışacam, çoxlu oxuyacam, nəticəm yaxşı olacaq. Bitdi. Mənim dediyimin eynisin təkrar edilirsən. Həmişə mən deyirəm ki, ümumiyyətlə bu kurikulumu öhdəsindən gəlmək üçün bizim bir neçə bilgimiz olmalıdır. Oxuyub anlamı olmalıdır. Başa düşməyi bacarmalısan. Bax, sirkul sözünə bax. Sirkul nədir? Riyaziyyatdan bilirik də, çevrə dairə çəkmək üçün. O, mərkəzi nöqtədən gəlirsən, eyni yerə dayanırsan. Sirkulyar arqumentdə də nədir? Bir fikir söyləyirsən, sənin dediyin fikrin eynisin gəlir, təkrarlayır. Nəticədə ancaq bu məntiq xətasıdır. Bugün mən sizinlə məntiq xətalarından danışıram. Ümumiyyətlə, məntiq xətası nədir? Düzgün olmayan mühakimələrdir. Və hərəsinin öz açar məqamları var ki, sən birin digərindən fərqləndirmək üçün öz açar məqamları
müəyyən etməyi bacarmalısan. Az öncə vurğuladım ki, ümumiyyətlə metodika o qədər də çətin bir fən deyil. Metodikanın öhdəsindən sən çox gözəl şəkildə gələ bilərsən və onu testlərdə asanlıqla tapa bilərsən. Məntiqi cəhətdən yanaşmaqla, oxuyub anlama bacarığını işlətməklə, verilən situasiyala danışmaqla, bax, situasiya ilə danışmaq. Bəzən deyəndə məcazi mənada səsləndirirəm. Əlbəttə ki, müəllimlər deyir ki, ay müəllimə, nə demək istəyirsən? Bax, o testdəki cümləni oxu, bir dənə dinən ki, sən mənə nə deyirsən? Ona görə də məntiqi cəhətdən yanaşmaq lazımdır və bu nöqteyi nəzərdən gəlib, təfəkkürdən danışarkən təfəkkür, qısa şəkildə məntiqi təfəkkür haqqında məlumat verəcəm. Növbəti dərslərimizdə tənqidi və yaradıcı təfəkkürdən. Bax, təfəkkür çox önəmlidir. Niyə görə? Çünki təfəkkür idraki bir prosesdir. Sənin düşünməyivə gətirib çıxardır. Yəni, deyirəm ki, bax, dərindən biraz düşün, diqqətli ol, tez tələsik testi oxuyub yalandan variantları atıb qrupa göndərmə. Sən o situasiyanı oxu. Məsələn, əyanidə daha çox mən bunu müşahidə edirəm ki, situasiyanı sona qədər oxumur müəllim. Öz səhvin özünə oxutdururam. Deyirəm, varianta baxma. Deyir, ay aman, düzgün istəyirmiş, mən düzgün olmayanı götürmüşəm ki. Ona görə də insan baş verən proseslərə biraz düşünməlidir. Düşünərkən də yanaşma tərzini seçməlidir. Və bu nöqteyi nəzərdən biz təfəkkür bölməsindən danışırıq. Təfəkkür insanı düşünməyə vadar edir. Deyir sənə biraz ağıllı düşün, ağlını işlət. Biraz dərin düşün də, niyə anidən cavab verirsən? Təfəkkürdən danışarkən təfəkkürün 3 növü var. Məntiqi, tənqidi, yaradıcı. Ümumiyyətlə, mən sizə əminliklə deyirəm ki, təfəkkür elə bir bölmədir ki, sabah istəyir miqol, istəyir sertifikasiya. Gedib ekranda təfəkkürlə bağlı bir dənə, 2 dənə sualın 100% olacağı mümkün deyil. Və təfəkkür haqqında məlumatlı olmağın sənə lazımdır ki, o situativ testlərin öhdəsindən gələ biləsən. Çünki sən düşünmədən oxusan, başa düşmədən cümlələri oxusan, sən o testlərdən baş açmayacaqsan. Məntiqi təfəkkür nədir? Adından da göründüyü kimi. Məsələn, deyirsən ki, heç bundan başım çıxmırdı. Biraz məntiqimi işlətdim, məntiqi cəhətdən yanaşmanı elədim. Deməli, sənin məntiqi təfəkkürün yaxşı inkişaf edib. Deməli, sənin məntiqi təfəkkürün, məntiqi yanaşman çox qəşəngdir. Məntiqi təfəkkür nədir? Səbəb nəticədir məntiqi təfəkkür. Məntiqi təfəkkür nədir? Müqayisə etməkdir. Məntiqi təfəkkür ümumiləşdirməkdir. Məntiqi təfəkkürün inkişafı bünövrə olaraq ailədən gəlir. Çünki uşaq yaşından başlayır, uşaq sual verməyə başlayır. Uşaq sual verməyə başlayan andan onun məntiqi təfəkkürü formalaşır. Bax, gör nə deyirəm? Deyirəm səbəb nəticə, müqayisə etmək, ümumidən xüsusiyə, xüsusidən ümumiyə, analoji düşünmək. Bu kimi situasiyalar məntiqi təfəkkürün inkişafına şərait yaradır. İndi mən 2 dənə cümlə deyəcəm, mikrofonlardan ehtiyatlı olun, chat bölməsinə yazın. Deyirəm ki, müəllim şagirdlərlə dərs keçdi. Dərs keçən zaman uşaqlar dünənki mövzu ilə bugünkü mövzunu müqayisə elədi. Deyin mənə görün, verilən situasiyada hansı düşünmə növü var və təfəkkürün hansı növü inkişaf edib? Yaz, chat bölməsində yaz. Bax, 2 dənə hər hansısa bir dərsi, dünənki dərslə bugünkü dərsi müqayisə elədi. Hansı düşünmə növü var və hansı təfəkkür inkişaf edib? Aha, əlbəttə ki, doğrudur, gözəl. Məntiqi təfəkkür və analogiya. Görsən, bəzi düşünmə növləri sırf biz nə edə bilərik? Məntiqi təfəkkürə doğrudur, aid edə bilərik. Deməli, məntiqi təfəkkür nədir? Səbəb nəticədir.
səbəb nəticə, oxşarlıq, bəli, müqayisə. Deyirsən ki, ağlımı işlətdim, məntiqi cəhətdən yanaşdım da. Bax, məntiqi təfəkkürün bir dənə qızıl cümləsini deyirəm. Yaz, altından qırmızı xətt çək. Sabah ekranda gedib imtahanın sualının bir cümləsi bu cümləni görəcəksən. Bax, tam məsuliyyətimlə deyirəm. Məni tanıyan müəllimlər bilir ki, motivasiya verirəm, o ayrıdır. Amma motivasiya verici belə cümlələrdən istifadə etmirəm. Mütləq bu hansısa bir situasiyanın içərisində görəcəksən. Fikrini faktlarla əsaslandırmaq bərabərdir məntiqi təfəkkürə. Fikrini faktlarla əsaslandırmaq bərabərdir məntiqi təfəkkür. Bu nə deməkdir? Məsələn, mən deyirəm ki, təsirli halın müəyyən təsirli hal var, qeyri-müəyyən təsirli hal var. Mən onu başa düşə bilmirəm də. Mənə necə izah edərsən? Ülviyə müəllim də gətirir kitabı, açır, deyir ki, bax, ismin hallarından bir təsirlidir, bir də yiyəli haldır. Hər ikisinin həm müəyyənliyi var, həm qeyri-müəyyənliyi var. Qeyri-müəyyənliyi də müəyyənliyə çevirmək olar və s. Gətirir mənə fakt, dəlil, sübut. Kitabdan gətirdi, verdi. Neynədir? Fikrini faktlarla əsaslandırdı. Və yaxud da deyirəm ki, ay Ülkər müəllimə, de görün mənə, deduktiv mühakimədə biz nədən danışmışdıq, onu mənə izah elə. Deyir ki, müəllimə, sən mənə yazdırdın, kitabda da qaydada var. Ümumi qaydadan nəticəyə gəlirsənsə, birinci məlumatları bilirsən, sonra nümunə gətirirsən. Deyirəm, hardan bilirsən? Deyir, yazdırımsız dərs keçəndə mən də öyrənmişəm. Bax, bu nədir? Məntiqi təfəkkürdür. Niyə görə məntiqi təfəkkürdür? Çünki fikrini faktlarla əsaslandırır. Fakta əsasən deyirsən. Aydındır. Məntiqi təfəkkürün əsas faktoru deməli nədir? Məntiqi cəhətdən fikirləşmək, fikrini faktlarla əsaslandırmaq, faktlarla əsaslandırmaq. Tənqidi təfəkkür isə nədir? Öz münasibəti bildirsin. Geniş danışmayacağam tənqidi təfəkkürdən. Onsuz da növbəti dərslərimiz buna aiddir. Bir dənə qısa 2-3 dənə cümlə deyəcəm. Ola bilər testlərdə hardasa qarşınıza çıxar. Növbəti dərslərimiz onsuz da təfəkkürlə bağlıdır. Bax, məntiqi ona görə geniş izah elədim ki, bu günləri dedim, həm də məntiq xətaların böhründə məntiqi təfəkkürü deyim sizə. Məntiqi təfəkkür bünövrədir. Ailədən formalaşır. Yəni, sənin məntiqi düşüncən olmalıdır ki, gətirib tənqidi düşüncən də olsun. Sonra da yaradıcı. Tənqidi təfəkkür isə nədir? Sənin fikrin, sənin münasibətin. Deyirəm, ay Nuruz, fikrin nədir? Münasibətin necədir? Sən öz münasibəti bildirirsən. Ta kitabdan gətirib mənə dəlil vermirsən. Səncə, sən nə deyə bilərsən dərsimiz haqqında? Yaradıcı təfəkkür isə adından da göründüyü kimi nə isə yaradıb ortaya çıxartmaqdır. Dediyim kimi, geniş şəkildə danışacağım. Məntiqi təfəkkür haqqında nə bilim? Bil ki, bünövrədir, səbəb nəticədir, müqayisə etməkdir, var olanı deməkdir. Loru dildə deyirəm, biraz başımı işlətməkdir. Deyirsən, məntiqi cəhətdən atdıqlarımda düz çıxdı. Bir dənə yenə dedim, məntiqi təfəkkürün ən əsas məqamı nədir? Fikrini faktlarla əsaslandırmaqdır. Yəni, özünü dağa daşa vurmursan da, götürürsən kitabı, öz fikrin də yoxdur, öz ideyin yoxdur, özün fikir irəli sürə bilmirsən. Kitabda yazılıb, yazıldığı kitabdan da deyirsən. Bu da məntiqi təfəkkürün əsas faktorlarıdır. Ümumiyyətlə, təfəkkür çox vacib mövzudur. İnsanın beynini işlədir, insanı düşünməyə vadar edir. İnsan düşünməyə başladığı andan onun təfəkkürü inkişaf edir. Testlərdə də yenə necə ki deyirik, bax, düşünün ha, diqqətli olun. Biraz başımızı işlədək, cümlələri oxuyun, düzgün təhlil edin, sonda nəticəsi yazın. Bax, bu nədir? İnsan beyninin fəaliyyət göstərməsinə və təfəkkürün inkişafına şərait yaradır. Əziz müəllimlər, o qədər də çətin mövzu deyil. Ümid edirəm ki, izahlar siz üçün